Salam əziz YouTube izləyicilərimiz. Bugün mən sizə kətə resepti deyəcəm. Bu mənim qaynanamın, kətə reseptidir. İrəvan kətəsi reseptidir. Müxtəlif üsulları var. Bu da üsullardan biridir. Deməli biz hələ ki 3 stəkan un götürürük. Sonra lazım olsa əlavə 1 stəkan da un edəcəyik də. Xəmirimiz boşalmasın. Siz bunu əliyə də bilərsiniz, amma mən ələməmiş eləyirəm. Çünki ələyim ixtisara düşüb, qırılıb. Ona görə. Bu da 3. Mən finaldan istifadə edirəm. Sizin istifadə edəcəyiniz başqa yağlar varsa, ondan da istifadə edə bilərsiniz. Bir paçka final yağından istifadə edirik. Süzgəcdən də keçirə bilərsiniz. Belə bıçaqla da böyle umaç halına gətirəcəyik onu. Əzirik ondan yağı. Burada bizim dəstəkçilərimiz də var. Nənəmiz, Süleyman da buradadır, Sultan Süleymanımız. Və ən əsas Səidimiz buradadır, Dəcəl Səid. Səbirsizliklə gözləyirlər ki, haçan biz bunu hazırlayacağıq və o yiyəcək. Umaç halına gətiririk əlimizlə. Çox əziyyətli xəmir deyil, biraz vaxt alır yağla onun qarışımı, amma sonra çox rahat olacaq. Bura bir dənə yumurta, ağlı sarılı. Vanil, bir paket. Bir paket də kabartma. Və qatığımızı da əlavə edirik. 1 stəkan smetan da vura bilərsiniz qatıqda. Əlinizin altında nə varsa ondan istifadə edirsiniz. Mən gözə yarı əlavə edirəm, amma sizə görə ölçüdən istifadə edirəm, çünki bilmirəm nə qədər əlavə olunacaq. 1 stəkan götürəcəm, az-az əlavə edəcəm ki, xəmirimiz bərk alınmasın. Gördüyünüz kimi hələ xəmir ələ yapışır. Biraz azlıq edin. Onun hamısını istifadə edirik. 4 stəkan un getdi bizdə. Xəmiri hazır elədikdən sonra biz bunu soyuducuda saxlayacağıq. Əgər buzluq hissəsində saxlayacaqsa, əgər buzluq hissəsində olacaqsa xəmirimiz 1 saat kifayət edir, tələsirsinizsə. Yox, adi gözdə. Soyuducuda saxlayacaqsınızsa 2 saat saxlamaq lazımdır xəmir. 2 saata özünə gələcək. Xəmirimizi stricləyirik. Kim istəsə pinqvinə də qoya bilər, amma mən stricləmək məncə daha rahatdır, əl verir.
və göndəririk soyuducuya. Soyuducuda qalır. Məndə 2 saat qalacaq. Kim istəsə 4-5 saatda saxlaya bilər. Xəmir hazır olduqdan sonra bir müddət soyuducuda saxlayıb sonra da. Şimdi başlayırıq biz kətənizin içine eləmək, içliyini, naçinkasını belə deyək. 150 qram kərə götürürük, qoyuruq biraz əriyir. İçində də əridirik. Şimdi ona əlavə edirik. Və vanilini də vururuq. Biraz onu qovururuq ki, un qoxusu geçsin yağda. Yüngüncənə, çox yox. Bir balaca. Biraz un qoxusu getdikdən sonra şəkər tozunu da belə deyək, keşoku da əlavə edəcəyik. Yağını. Sonra da əlimizlə ona çalına gətirəcəyik biz. Bir damcı çox qovurmuruq, yəni halvadakı, nə bilim, duymakdakı kimi çox qovrulur. Yüngülcənə qovrulur, bu bizə kifayət edir. Şimdi əlimizlə bu pisliyi biraz çıxandan sonra o maşalını gətirəcəyik. Sonra umac eləyirik əlimizlə ki, biraz oğlan kimi olsun, çox belə topa halda qalmasın. Dediyim kimi içliyə 150 qram kərə, 1 stəkan pesok, stəkan yarım un, 1 paket də vanil qatıldı. Bu arada kanalımıza abunə olmağı da unutmayın. Əgər istəyirsinizsə yeni videolarımız sizə gəlsin, orada bizdə bildiriş butonu var, ona basın. Yeni videolarımız gələndə sizə dərhal xəbər gəlsin. Artıq bizim içliyimiz hazırdır. Belə hala gələndə artıq kifayət eləyir. Daha çox umac eləməyə ehtiyac yoxdur. İçində dağılmayacaq. Çox umac eləyəndə dağıla bilər, kəsib eləyəndə. Amma beləncə yox. Artıq bu halda hazırdır. Sonra bu içliyi biz 4 hissəyə böləcəyik. Gündəmizi də 4 bərabər hissəyə böləcəyik. İçliyi beləncə 4 bərabər hissəyə böldük. İndi xəmir də böləcəyik 4 bərabər hissəyə. Açılış və doğranma kəsilmə qaydasını sizə göstərəcəyik. Kündələrimizi 4 bərabər hissəyə böldük. Bunlarda kündə tuturuq. 4-cü. Xəmiri 2 saat saxladığınızda siz 4-5 saat saxlaya bilərsiniz. Onda daha yaxşı olacaq. Xəmirin çox qalmağının ziyanı yoxdur soyuducuda. Amma ən azı minimumda 2 saat saxlamalısınız. Stolun üzərinə biraz un səpirik ki, yapışması. Mənim bu stolum ən sevimli stollardan biridir ki, xəmiri rahat eləyə bilirəm burada. Əlavə taxta, nəysə lazım olmur. Beşək belə açacağıq. Məndə vərdiş alırdı, yəni mən tez-tez xəmirin belə yerini dəyişirəm. Yəni bir dəfə eləyə bilərsiniz. Sizə necə rahatdırsa göstərirəm. Siz ürək istəyən kimi aça bilərsiniz. Bunun içliyinə siz qoz da vura bilərsiniz. Mütəkkə yoxdur, mütəkkənin içindəki kimi. Fındıq, özü istəsənsə biz əsl kətə içliyi hazırladıq və onu eləyirik. Çox nazik də olmur, qalın da olmur. Hansısa 0,5 santimetr olur. Qalınlığı da yarım santim açırıq. İçliyi o 4 bərabər hissəyə bölüşürlər. İçliyi əlavə edirik buna. Yayırıq.
Однородно da belə deyək, bərabər yayırıq. Yaydıqdan sonra özüm axıra qədər yaymıram ki, bükülsün də açılmasın aşağısı. Sonra əlimizlə biraz belə çox sərt olmamaq şərti ilə bastırırıq ki, kəsəndə dağılmasın. İçlik. Kanalımıza da abunə olmağı qeyd etdiyim kimi unutmayın bu arada. Və bildirim butonuna basın ki, yeni videolar paylaşdığımız zaman sizə xəbər gəlsin. Kənarlarını birinci küçülük, ikincisi belə rulet kimi atlanır. Tələsməyin bunu güzel hazırlarkən. Mesela hazır oldu. Altı doğru. Bunu büktükten sonra bir dənə də oxlobla yüngülcənə, pişirən xanımlar özləri bilir, yüngülcənə, çox bək olmaq şərtindən belə basırıq. Çox sərt yox. Biraz. Sonra doğru. Yağımızı getirdim, doğrayıp ve ona yedirim. Necə rahatdırsa, hansı formada istəsə kətləmizi belə, enli, ensiz, o artıq öz istəyicə bağlıdır. Gördüğünüz kimi belə elədikdə kətənin içliyi dağılmır, hətta tərpətdikdən içliyi içərisində qalır. İstəsəz belə formada da 3 bucaq. Həmçinin içi gördüğünüz kimi dağılmır. Qaba yığırıq, dördünü də, 4 gündəmizi də belə eləyib. Yəni, necə xoşunuza gəlir, 3 gün istəsəz 3 gün, 4 gün istəsəz 4 gün, necə deyərlər, kəsirsiniz, qabınıza yerləşdirirsiniz. 2 yumurtanın sarısını götürürük, bura bizdə 2 yumurta sarısı gedəcək. Yumurta əgər böyükdürsə, biri də kifayət edəcək. Bizdə kiçik kənd yumurtaları olduğuna görə sağ olsun bizə pay göndərdiklərinə. Və bunları belə bibimiz bizə pay göndərib. Bibiyə də pay verir, bibi də bizə göndərib. Sağ olsun, payı çox olsun. Yumurtaları ayırıq. Buradakı yumurtaları alırıq kənd yumurtası adıyla, bu sarılığı orada əldə eləmək olmur. Yəni bu narıncıya yaxın belə sarıdır. Saxla istəyirsən. Sonuncu kətəmizi də yumurtaladıq. Veririk 180-200 dərəcə qızmış sobaya. Harasa bir uzağı 15-20 dəqiqə pişəcək. Hal-hazırda bizdə saat 4-dür. Çıxanda saat da deyəcəm sizə. Sobadan asılıdır bunların pişməyi, işığın, yəni bilirsiniz də işıqla işlədiyinə görə işıqdan asılıdır. Hazırdır pişir, bu bizim əsl, yəni Yerevan kətəsidir. Baxın, çox gözəl. Böyüklüyünü, kiçikliyini siz özünüz təyin edirsiniz. Mən bu ölçüdə eləyirəm ki, uşaqlarla, yəni heç kəsin qabağında dağılsın. Sonra onları yığırıq belə boşqablara. Kilis çıxır da bu. Bir porsiya kilisdir. Artırıb azalda bilərsiniz. Yəni istəsəniz çox belə az eləyə bilərsiniz. Bu da bizim kətələrimiz, İrəvan kətələrimiz. Kanalımıza abunə olmağı unutmayın.
oradakı bildirim butonuna da basın ki bizim hazırladıqlarımız videolar sizə vaxtında gəlib çatsın, bildirimlər gəlsin.